أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah mübarək cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin inşallah. Bu gözəl günlərin feyz və bərəkətindən bizləri binəsib eləməsin inşallah. Dünyadan köçüb gedənlərimizi rəhmət eləsin. Şəhidlərimizi rəhmət eləsin. Xəstələrimizə Allah tezliklə şifa inayət eləsin. Xəstəliklərlə bizləri, cəmiyyətimizi imtihan eləməsin inşallah. Allah subhanahu və taala bu mübarək ayda dualarımızı qəbul eləsin inşallah. Günahlarımızı bağışlasın. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin inşallah. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad edirik. Əzizlər, demək olar ki, bu mübarək ayın yarısını demək olar ki, geridə qoymuşuq. Allah subhanahu və taala qalan günlərin ibadət itaətində bizləri müvəffəq eləsin inşallah. Xüsusən də qarşıdan ən əzəmətli gecələr olan Qədr gecələri gəlir. Allah bizi o gecələrin də feyz və bərəkətindən binəsib eləməsin inşallah. Demək olar ki, Qədr gecəsi ilin ən üstün gecələridir. Nə üçün bu gecələrə Qədr gecələri deyilib? Bunların Qədr gecəsi adlanmasının səbəbi nədir? Əlbəttə ki, biz də ərəb dilində buna deyirlər Ləyalil Qadr. Hələ biz də onu tərcümə eləməmiş öz dilimizdə Qədr gecələri deyirik. Və yaxud öz dilimizdə ona Əhya gecələri deyirik. Qədimdən də Əhya gecələri. Əslində adı Qədr gecəsidir və yaxud Qədr gecələridir. Əhya haman gecələrdə yatmayıb, oyaq qalıb, ibadətlə məşğul olduğumuz üçün deyirik nədir? Bu gecəni biz ehya saxladıq. Yəni bu gecəni oyaq qaldıq və o gecənin ibadət və itaətləri ilə məşğul olduq. Ona görə o gecəyə Əhya gecəsi deyəndə əməllərinə görə deyirik və illa adı nədir o gecənin? Qədr gecəsi. Nə üçün Qədr gecəsi adlanır? Birincisi, Qədr gecəsi bu gecəyə və yaxud bu gecələrə deyilməsində məqsəd odur ki, bu gecələr Qədr yəni şərəf, hörmət. Bizdə də deyirik Qədir, qiymət. Çünki bu gecələr çox şərəfli, çox qədirli, çox qiymətli gecələrdir.
Ona görə də elə lüğəti baxımdan ərəb dilində bu sözün tərcüməsinə uyğun götürüb bunu nə ediblər? Burada istifadə ediblər. İndi istifadə ediblər deyə bunun ilk istifadəçisi Allahdır ki, Quran-ı Kərimdə deyir: "İnna enzelnahu fi leyletil qadr." Yəni Qədr gecəsi ayədə gəlib. Bizim ürfün, insanların ona verdiyi ad deyil, Allahın verdiyi addır. Birinci, ona görə Qədr gecəsi adlanıb ki, çünki o hörmətli, qədirli, qiymətli, şərafətli gecə olduğu üçün və Qədr də ərəb dilində tərcümədə elə bu deməkdir. İkinci, Qədr burada ona görə Qədr deyilib ki, çünki hər şeyin qədəri bu Qədr gecəsindən ta gələn Qədr gecəsinə qədər hər şeyin qədəri nə olur? Yazılır. Çünki bizim etiqadımız budur ki, Qədr gecələrində ruzilər yazılır, Qədr gecələrində ömürlər, Qədr gecələrində müqəddərat yazılır. Ona görə bu Qədr ikinci mənada, yəni qədər. Hər şeyin qədəri bu gecələrdə yazıldığı üçün bu gecələrə nə deyilib? Qədr gecəsi deyilib. Üçüncü, belə izah verirlər ki, bu gecələrə Qədr gecəsi deyilməsində səbəb odur ki, bu gecələrdə ibadət nədir? Çox dəyərlidir. İbadətin çox əzəməti var. İbadətin çox qədri və qiyməti var. Ona görə də bu gecəyə nə deyiblər? Qədr gecəsi deyiblər. Bu gecələrin Qədr gecəsi adlanmasının nədir? 3 səbəbi və izahı. Şərafətli gecədir, müqəddəratın həll olunduğu gecədir və üçüncüsü nədir? İbadət çox qədr, yəni çox dəyərlidir, çox qiymətlidir. Ona görə bu gecələrə nə deyiblər? Qədr gecəsi deyiblər və biz də bu gecədə olunan əməllərə görə bu gecədə ihya saxladığımız üçün bu gecələrə ihya gecələri və yaxud ürfümüzdə əhya gecələri nə edirik? Deyirik. O gecələr hansılardır? Biz Quran-ı Kərimə müraciət edəndə istər Qədr surəsində, istər Duxan surəsində biz görürük ki, Allah bizə deyir ki, Qədr gecəsi bir gecədir. İnna enzelnahu fi leyletil qadr. Biz Quranı Qədr gecəsində nazil etdik. O bir gecədir. İnna enzelnahu fi leyletin mübarekeh. Biz Quranı mübarək bir gecədə nə elədik? Nazil etdik. Yəni Qədr gecəsində. Qədr gecəsi bir gecədir. 3 gecə deyil. 4 gecə deyil. Lakin bu gecələr arasında o bir gecənin hansı gecə olmasını bilmədiyimiz üçün biz bu 3 gecəni və yaxud Ramazan ayının son 10 günündə o gecəni nədir? Axtarışına çıxırıq gecənin. O gecəni ihya saxlayırıq o gecələri ki, inşallah ümid edirik ki, bu 3 gecə ki, biz o gecələri ihya saxlayıb əməlləri icra edirik, inşallah onlardan biri elə nə olar? Qədr gecəsi olar. Bəs nə üçün nədir? Allah onu bizim üçün tam aydın şəkildə izah eləməyib. Yəni desin ki, elə Qədr gecəsi ya 19-cu gecədir, ya 21-ci gecədir, ya 23-cü gecədir. Peyğəmbər sallallahu aleyhi və səlləm nə üçün təyin eləməyib? Ondan sonra gələn onun əhl-i beyti nə üçün təyin eləməyib? Bu ilahi bir hikmətdir. Onun təyin olunmasını Allah istəməyib. Peyğəmbər istəməyib. Əhl-i beyt istəməyib. Bəli, bəzi rivayətlərdə müəyyən işarələr verilib, mən deyəcəyəm indi onları. Lakin tam şəkildə bizdə nədir? Bu gecədir deyə bilmirik. Hikmət nədir? Çünki hətta bəzi rivayətlərdə imamdan soruşanda önəm indi üstünlük 3 gecədir də bilirsiniz. 19-cu gecə, 21-ci gecə, bir də 23-cü gecə. Ramazan ayının bu gecələri Qədr gecələri sayılır. Amma daha önəm verilir hansı gecələrə? 21 və 23-ə. Yəni 19-cu gecənin
Ramazanın 19-cu gecəsinin Qədir gecəsi olma ehtimalı Peyğəmbər və Əhl-i Beytinin sözlərində azdır. Amma 21 və 23-ün daha çoxdur. Çünki Peyğəmbər hədislərində nə deyir? Deyir ki, siz Qədir gecələrini Ramazan ayının son 10 günündə axtarın. Son 10 günündə. 19-cu gecə son 10 gündən nədir? Hesab deyil. 20-dən sonradır nədir son 10 gün. Və hətta bu 21-23 gecələri ki, məsum ondan danışan zaman istəyiblər ki, bunlar bu iki gecəni dən eləsinlər. İnsanlar istəyiblər təyin olunsun da. Ya 21 ya 23-də. Hər ikisində necə eləyək ki biz? Bəzi rivayətlərdə məsum deyib ki, necə də asandır ki, sizin üçün, siz bu iki gecəni nədir? İki gecənin ikisində də bu əməlləri icra eləyəsiniz. Çətindir. Biz illa ki istəyirik ki, hər şeyi asan yolda əldə edək. Amma Allah deyir, yox. Bir şey ki, sənin üçün dəyərlidir, onun axtarışına çıx. Onun üçün əziyyət çək. Ən azından indi bu iki gecə daha önəmlidir. Bu iki gecənin hər ikisinə qarşı nə elə? Diqqətli ol. Ona elə baxın, mən sizin üçün bəzi rivayətlər oxuyuram və yenə də təkidlə deyirəm ki, bəzən bəzi rivayətlərdə bu gecələrin hansısının daha üstün olması da məsumların dilindən gəlib. Və o sözlərdən insan bəzən istifadə edir ki, daha Qədir gecəsinin hansı gecə olması daha çox ehtimal verilir. Hansı gecəyə daha çox ehtimal verilir, orada bilinir. İndi mən sizin üçün bəzi rivayətlər oxuyuram, bərabər görək məsumların sözündən nə nəticə çıxara bilirik biz? Hansı gecə daha önəmlidir? Və sonra inşallah hansı əməllərə diqqət eləməliyik, onları da qısa şəkildə deyərəm ki, inşallah qarşıda Qədr gecələri gəlir. İmam Sadiq əleyhissalatu vesselamdan sual edirlər ki, bizim üçün Qədr gecələrini təyin elə. İmam deyib, get o gecəni 19-cu gecə, 21-ci gecə və 23-cü gecədə nə elə? Axtar. Orada öz istəklərini tələb elə, istə. 3 gecənin üçünü də nədir? Belə deyib. Bir gecəni təyin eləməyib. Sonra İmam Cəfər Sadiq əleyhissalatu vesselam bu 3 gecənin bizə nədir? Nə üçün 3 gecə? Bu 3 gecədə nələr baş verir? İmam Cəfər Sadiq deyir, Ət-təqdiru fi 19. Yəni, müqəddərat nə olur? 19-cu gecədə təyin olunur, yazılır. Vəl-ibram fi leyləti 21. Qərar verilir 21-ci gecə, 1-ci gecədə 19-da yazılır, 21-də qərar tam verilir. Vəl-imda'u fi leylət 23. 23-cü gecədə isə nə olur? O verilmiş qərar imza olunur Allah tərəfindən. Mənəvi mənada. Ona görə də deyir, nədir? Bu 3 gecənin üçünə də diqqət edin. Qeyd etdiyim kimi, rivayətlərdə bəzən bu Qədr gecələrinin əhatə dairəsi daraldılıb, gətirib çıxarılıb 2 gecəyə, yəni 10 gündən, son 10 gündə 21 və 23-cü gecəyə. Baxın, İmam Baqir əleyhissalatu vesselamdandır rivayət. Sual verirlər ki, Qədr gecəsi hansı gecədir? Bizim üçün onu təyin elə. İmam cavab verir, Hiyyə leylət 21 əv 23. O, Ramazan ayının 21-ci gecəsi və yaxud 23-cü gecəsidir. Və bu cür cavab verir. 19 bir rivayətdə gəlməyib. Abdülvahhab Ənsari yenə də imamdan sual edir. İmam Baqir əleyhissalatu vesselamdan sual etdiyi zaman ki, Qədr gecəsi hansı gecədir bizim üçün təyin elə? Qal aleyhissalam, İmam deyir, fi leylətəyn 2 gecədə, leylət 23 və 21, 23 və 21-ci gecələrdə. Sonra başqa biri nədir? Suallar çoxdur, rivayətlər oxşardır, istəmirəm hamısını oxuyum. Demək, bəzi rivayətlərdə əhatə dairəsi 3 gecədən daraldılıb 2 gecəyə, 21 və 23-ə gətirilib çıxarılıb. Lakin, bununla bərabər bəzi hədislərə nəzər salsaq, görərik ki, nədir? Bu 3 gecədən 23-cü gecəyə daha çox nədir? Üstünlük verilir. Təyin olunmasa da,
məsumların dilindən gələn bəzi rivayətlərə əsasən sanki 23-cü gecə nədir? Digərlərindən daha şərafətlidir, daha üstündür. Və biz bundan belə başa düşürük ki, ona o gecəyə daha çox önəm verildiyi üçün onun Qədr gecə olması ehtimalı nədir? Digərlərindən daha çoxdur. Biz demirik haman gecədir. Amma rivayətlər daha ehtimal çoxdur. Ona görə o gecəyə daha çox diqqət olunur. Məsələn, Abdullah Cühəni adında bir şəxs, baxın bu rivayət 23-cü gecəyə Leylətül Cühəni, Cühəni gecəsi deyilir. Cühəni nədir? Abdullah adında bir təxəllüsü, ləqəbi Cühəni olan bir şəxs gəlir Peyğəmbərin yanına. Deyir, ya Rasulallah, mən sahibkaram, mənim mal, qaram, qul, qaravaş, o qədər iş gücüm var ki, mən bu mal-qaranı bu gecələrdə, bu Qədr gecələrində hər üçündə və yaxud hər ikisində götürüb salım tövləyə, bunları bağlayayım, bu iş güc, mən bunu bacarmıram. Mən üçün bir gecəni təyin elə, bir gecəni. Mən o gecədə işimi dayandırım, gəlim haman gecədə ibadət edeyim. Mənə məşəqqət olur. 21-ci gecədə gedim bu boyda mal-qaranı götürüm, nə edeyim? Salım tövləyə, nə bilim, aparım, bu boyda işi çox böyük sahibkar olub. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm çağırdı onu, onun qulağına bir söz dedi. Rivayətdə belədir. Sonra səhabələr deyir, biz Abdullah Cühənini həmişə ondan sonra Ramazan ayının 23-cü gecəsi məsciddə görürdük. Bundan nə başa düşürük? Çünki o Peyğəmbərdən istədi ki, ya Rasulallah, mənim üçün nə elə? Bu iki gecədən birini denən ki, mən o gecədə gəlim. Çünki mən işlərimi ancaq bir gecədə nizamlaya bilərəm. Bir Peyğəmbər onun qulağına bir söz dedi. Ondan sonra Peyğəmbərin yanında, səhabələrin qarşısında bu sual olunanda hamının diqqətini cəlb edəcək. Mənə bir gecəni denən. Ona görə sanki səhabələr onu addım-addım izlədilər, gözləyirdilər ki, Cühəni hansı gecədə gələcək. Çünki Peyğəmbər onun qulağına söz deyib. Ondan sonra həmişə biz Cühənini, Abdullah Cühənini Ramazan ayının 23-cü gecəsində məsciddə görərdik. Bu da bir dəlil kimi istifadə eləmək olar ki, bu 23-cü gecə digər gecələrdən daha üstün gecədir. Ondan sonra bəzi rivayətlərdə isə açıq-aşkar Qədr gecəsi 23-cü gecədir gəlib. Belə rivayətlərimiz də var. Baxın, Süfyan ibn Samt deyir, dedim Əbi Abdillah aleyhissalama, yəni İmam Cəfər Sadiq aleyhissalama, əfridli leylətəl qədr. Mənim üçün Qədr gecəsini nə elə? Təyin elə. Bir gecə mənə dinən. Bu rivayətdə var, qalə aleyhissalam, leylət 23. Qədr gecəsi Ramazanın 23-cü gecəsidir. Bu rivayətdə açıq-aşkar gəlib. İmam Muhammed Baqir aleyhissalatu vesselam'dan, o da öz ata-babalarından, enne Resulullah sallallahu aleyhi ve sellem, şimdi bu rivayətlərlə bunu saxlayayım, bir sözü deyim, sonra bunu oxuyacağım. Əzizlər, rivayətlər çoxdur, xülasa oxusam hamısını vaxt çatmayacaq. Xülasa nə demək istəyirəm? Rivayətlər var, üçünü də qeyd edib. Bəzi rivayətlər ikisini qeyd edib. Bəzi rivayətlər isə nədir? İstər Cühəninin, istər bu son qeyd etdiyim rivayət 23-cü gecəni deyib. Lakin yenə də bu qədər, yəni belə deyək də, öz dilimizdə deyək, rivayətlər arasında bu ixtilaf, bu qarışıqlıq yenə də nəzərə alınır. Heç bir alim indiyə qədər Qədr gecəsini nədir? Doğru düzgün təyin edə bilməyib. Bəli, deyirik ki, bu gecə o gecədən daha üstündür, bu qədər. Daha artıq deyək ki, bəli, bu gecə Qədr gecəsidir, digər gecələr deyil. Ona bizim səlahiyyətimiz yoxdur. Heç məsum bunu bu formada deməyib, illa ki, bəzi rivayətlərdə indi bəzi işarələr var. Ona görə, əzizlər, inşallah, haman o gecələr ki, Qədr gecəsi olması ehtimalı var. 19-cu gecə, 21-ci gecə, 23-cü gecə, o gecələr 3 gecədir də ildə. O gecələrə qarşı insan digər gecələrdən fərqli olaraq diqqətli olmalıdır və diqqətli olması vacibdir. Çünki aləmləri yaradan Allah o gecəni vəsf edəndə deyir, nədir?
İnna enzelnahu fi leyletil qadr. Biz Kur'anı Qədir gecəsində nazil etdik. Və ma adraka ma leyletul qadr. Peyğəmbərə müraciət edirsən, nə biləsən ki, Qədir gecəsi nədir? Yəni onun dəyərini mən o gecəni təyinləmişəm sanki Allah deyir, vay mən də o gecənin dəyərini sizin hamınızdan nədir üstün çox bilirəm. Leyletul qadri xeyrun min elfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. Xeyrun min elfi şəhr. 1000 aydan üstündür. Təsəvvür edirsiniz? Bir gecə 1000 aya bərabər gecədir. Məyər 1000 aya bərabər olan bir gecəni 3 gecədə axtarmağa dəyməz. Dəyər. Vallahi yəni sən bir gecədə elə işlər görəcəksən ki, o 1000 aya bərabərdir. Başqa günlərdə 1000 ay gərək ibadət edəsən, amma Qədir gecəsində bir gecənin ibadəti 1000 aya bərabərdir. Hansı gecədə təyin edə bilmirik? Nə olar ki, üçündə nə eləyək? Bir yerdə elə. Üçünə qarşı da diqqətli olaq ki, inşallah. Tabi üçündən birində axır ki, nə olar? Üçündən biri Qədir gecəsi olar. İnşallah ümidvaram ki, Allah subhanahu wa ta'ala bizi o gecəni dərk eləyənlərdən qərar verər inşallah. Və əməllərimizi o gecədə inşallah qəbul olunmuş əməllərdən qərar verəcək inşallah. Baxın, Əhl-i Beyt əleyhimussalatu vesselam qardaşlar o gecələrə qarşı çox diqqətli olublar. İmam Baqir əleyhissalatu vesselam belə deyir. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan eləmişdi öz zamanında, qadağan eləmişdi. 21-ci və 23-cü gecəyə qarşı qəflətdə olmaq, qafil olmaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan eləmişdi, nədir? O gecədə yatmağı. Öz səhabələrine deyirdi, istəyirsiniz onu əldə edəsiniz o gecəni. Bu iki gecəni, bu iki gecəyə qarşı diqqətsiz olmayın, qəflətdə olmayın. Rasulullah deyib ki, o gecələri nə eləməyin? Yatmayın. Yaxşı, bu gecələrdə nələr eləmək lazımdır? Ümumi şəkildə, qardaşlar, hamımız biz birgə məsciddə bəzi əməlləri icra edirik. Və inşallah yenə də icra eləyəcəyik. Lakin, indi bəzi insanlar gələ bilmir deyə mən bu gecənin ən önəmli 3 əməlini deyirəm. Ümumi əməllər ki, onlar məsciddə icra olunmalıdır və hər kəs onu özü təkliyində icra eləyə bilmir bəzən. Amma hamının icra eləyə biləcəyi əsas əməllər ki, bunlar hər Qədir gecəsində təkrarlanır. Bütün Qədir gecələrində bunu eləyə bilərik. Birinci, bu gecədə qusul vermək. Qədir gecəsinin quslu nədir? Müstəhəb qusullardan biridir. Onu da şam namazı girəndən sonra nədir? Biz nə eləyə bilərik? O quslu icra eləyə bilərik. İmam Musa Kazım əleyhissalatu vesselamdan rivayət oxuyuram sizə. Deyir, mən iğtəsələ leylətəl qədr və əhyaha ilə tulu'il fəcr xərəcə min zunubihi. Deyir, kim Qədir gecəsi daxil olandan sonra qusul eləsə və haman gecəni sübh açılana qədər, sübh çıxana qədər, sübhə qədər, namaza qədər ibadətlə məşğul olsa, ihya saxlasa, o öz bütün günahlarından çıxmış olar. Yəni Allah onun bütün günahlarını nə edir? Bağışlayır. İmam Cəfər Sadiq əleyhissalatu vesselamdandır. Deyir, İğtəsil leylətə 19 min şəhri Ramazan və 21 və 23 və ictəhid ən tuhyihima. Deyir, nədir? Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecəsi qusul elə və çalış ki, o gecələri nə elə? İhya saxla, ibadət elə. Bu gecənin ən önəmli əməllərindən biri insan haman gecədə qusul versin. Quslun niyyəti necədir? Qədir gecəsinin. Quslun edirəm, qurbətən ilallah. Qusul haman qusuldur. Yəni, cənabətdir, heyzdir, nə bilim, Qədir gecəsidir, bayram gecəsidir. Bu qusulların formasında fərq yoxdur. Niyyətində yalnız fərq var. Haman işləri icra eləyəcəyik, lakin nədir? Niyyətimizi belə eləyəcəyik ki, Qədir gecəsinin quslunu edirəm, qurbətən ilallah. Bu birinci, ən önəmli əməl. İkinci, haman gecənin ən önəmli əməllərindən biri o gecəni oyaq qalıb ibadətlə məşğul olmaq. Bəli, ümumi əməlləri, zikirləri var, ondan işim yoxdur. Ümumi oyaq qalıb sübhə qədər
İnsan o gecəni ibadətlə, dua ilə, namazla, ümumiyyətlə dua, ibadətlə keçirməsi nədir? Məqsədə uyğundur və bu məsumlar tərəfindən təkid olunub. Baxın, İmam Muhammed Baqir əleyhissalatu vesselam'dan rivayət deyir: "Mən əhya leylətəl qədr, ğufirət lehu zunubuhu." Kim Qədr gecəsini ihya saxlasa, onun bütün günahları bağışlanar. وَلَوْ كَانَتْ ذُنُوبُهُ عَدَدَ نُجُومِ السَّمَاءِ Hatta əgər onun günahları göydəki ulduzlar qədər olsa belə. وَمَثَاقِيلَ الْجِبَالِ Hatta onun günahları dağların ağırlığında olsa belə. وَمَكَايِلَ الْبِحَارِ Hatta onun günahları dənizlərin böyüklüyündə olsa belə. Allah günahları bağışlayır. Kim Qədr gecəsini ihya saxlasa, Allah onun bütün günahlarını bağışlayar. Günahları nə qədər olsa, göydəki ulduzlar qədər olsa da belə narahat olmasın. Dağların ağırlığında olsa da belə narahat olmasın və dənizlərin böyüklüyündə olsa da narahat olmasın. Məsumun nə idi? Vədəsidir. Əlbəttə ki, şərtləri var da bunun da. Mən bütün ili günah edeyim, deyim ki, mənim bir gecə amnistiya düşürəm, haman gecə işləri düzəldərəm, yenə təzədən başlayaram, sıfırdan başlayacağım günah eləməyə. Belə deyil. Yəni sən tövbə eləmirsən, xalis niyyətlə gəlmirsən, haman gecədə Allah səni bağışlayar. Amma yox ki, bu gecə fürsətdir, sıfırlayım, sayğacı sıfırlayım, təzədən başlayayım yığmağa. Bu elə deyil. Növbəti rivayətdə İmam Ali aleyhissalatu vesselam deyir: "İnne Rasulallah sallallahu aleyhi ve aleyhi ve sellem kana yatwi firashahu ve yashuddu mi'zarahu." Deyir Peyğəmbər fil ashril awahiri min şehr Ramazan. Resulullah sallallahu aleyhi ve aleyhi ve sellem deyir bu Ramazan ayının son 10 gecəsində öz yorğan döşəyini yığışdırardı, bizim dilində desək. Yatmazdı. Son 10 gecədə Peyğəmbər öz yorğan döşəyini nə eləyərdi? Yığışdırıb qoyardı kənara. Yatmaq yoxdur. Və yəşuddu mi'zarahu öz izarını geyinərdi. İzar nədir? Geyimdir ki, xüsusən ərəblər geyinirlər. Göbəkdən aşağı bir parça formasında. Həccə gedənlər, Allah hamıya nəsib eləsin, 2 parça geyinirlər. O aşağıdakı parça nədir? Oraya o izar odur. Peyğəmbər elə bir ibadəti nədir? Haman son 10 gecədə ondan bir bağlayardı, görün möhkəm. Bu da kinaya kimi qeyd olunan bir sözdür. Yəni o mənaya ki, ibadətə nə olardı? Hazır olardı. 10 gecədə yorğan döşəyin, qoyardı kənara, sanki nədir? Öz ibadət libasını geyinərdi. O 10 gecədə ibadət edərdi. Və kana yuqizu əhləhu leylətə 23. Yenə bu sözə qulaq asın. 23-cü gecədə isə xüsusi öz bütün ailəsini oyadardı. Gətirirsiniz. Yenə də bu ehtimal o deyir, amma 23-cü gecə daha üstün gecədir. Bu rivayətə də var. Peyğəmbər 10 gecənin hamısında ibadət eləyərdi, amma 23-cü gecə nə eləyərdi? Ailə, uşağı hamısını oyadardı, durur bu gecə oyaq qalın. Və kana yeruşşu vucuhan niyami bil ma. Yatanların üzünə su səpərdi Peyğəmbər. Oyatmaq üçün. Bizdə eləmirlər nədir? Bizdə böyüklər uşaqları oyatmaq üçün. Rasulullah durardı 23-cü gecədə oyadardı onları. Yatanların da üzünə götərdi sərin su, səpərdi onların üzünə, durun ayağa. Yatmıyor. Deyir nədir? Və kana yeruşşu vucuhan niyami bil ma fi tilkel leylə. Haman gecədə yatanların üzünə su səpərdi Rasulullah sallallahu aleyhi və səlləm. Və kanət Fatimə aleyhissalam, xanım Zəhra salamullah aleyha. Deyir, la tədə' min əhliha yenam tilkəl leylə. Haman gecədə, yəni 23-cü gecədə xanım Zəhra qoymazdı onun ailəsindən, balalarından bir nəfər yatsın haman gecə. 23-cü gecədə xanım Zəhra da qoymazdı heç kim yatsın. Deyir, və tüdavihim bi qillətit taam. Və onlara az yemək verərdi. Sanki az yemək verərdi. İnsan çox yemək yənə nədir? Yuxu basır insanı. Yeməklərin azaldardı ki, yuxu tutmasın onları. Görürsən biz bütün günü oruç tutanlar iftar yiyən kimi nədir? Özündən gedir. Deyir, xanım Zəhra, görürsünüz, subhanallah, yeməyin nədir? O yatmağa da nədir? Aidəti var. Çox yemək insana yuxu verir. Ona görə deyir, xanım Zəhra qoymazdı ki, haman günü ki, axşam 23-cü gecə olacaq, insanlar yəni ibadət eləyəcəklər, ihya saxlayacaqlar, uşaqlarını qoymazdı, nədir? Çox yesinlər. Az yemək verərdi onlara. Və tətəəhəb ləhə binən nəhar. O gecə üçün səhərdən hazırlıq görərdi. Yəni, önəmli bir şeye hazırlıq görərdi.
Sonra nə deyərdi? Deyir və təqul məhrumun mən hurimə xeyraha. Məhrumdur o insan ki, bu gecənin xeyrindən nədir? Özünü məhrum edir. Həqiqi məhrum kimdir? Bu gecənin xeyrindən uzaq olan, məhrum olan insandır. Aman hansı gecə? Bu rivayətdə Qədr gecəsi, xüsusən də 23-cü gecə barədəydi. Ondan sonra əziz qardaşlar, möhtərəm möminlər, möminələr, ən önəmli əməllərdən biri nədir? 2 dənə dedim, qüsul, ihya saxlamaq, dua eləmək, hər nə növ. Tələbələr, yenə deyirəm, ən önəmli əməl, tələbə dərsi var, elmlə məşğul olmaq bu gecənin ən üstün əməllərindəndir. Elmlə məşğul ol. Haman savabı əldə edirsən. Üçüncü, bu gecənin namazları var. 2 ən önəmli namazı qeyd edirəm. Bir namaz ki, hər il hamımız bu gecənin namazlarını qılırıq. 2 rükət namazdır. Əs-salah, əs-salah, əs-salah deyiləndən sonra belə niyyət edir. Qədr gecəsinin namazını qılıram. Qurbətən ilallah 2 rükət qılınır. Birinci rükətdə də, ikinci rükətdə də eyni şeylər təkrarlanır. Həmdən sonra 7 dəfə Qul huvallah oxunur. Həmdən sonra neçə dəfə? Birinci rükətdə də belə, ikinci rükətdə də belə. Eynən həmd oxuyuruq, sonra 7 dəfə Qul huvallah oxuyuruq. Namaz bitəndən sonra, yəni namazı, sübh namazı formasıdır. Namaz bitəndən sonra 70 dəfə Əstəğfirullaha və ətubu ileyh deyirik. İstiğfar edirik. Yaxşı, kim bunu eləsə, Allah ona nə verər? Qoy bir rivayəti oxuyum. Bu Peyğəmbərdən də rivayət deyir, qalə mən salla rək'ateyn fi leylətil qadr. Kim Qədr gecəsində 2 rükət namaz qılsa. Fəyəqra fi kulli rək'atin fatihətəl kitab marra və qul huvallah əhəd 7 mərrat. Hər rükətdə həmdi 1 dəfə, qul huvallahı 7 dəfə oxusa. Fəizə fəriqə yəstəğfir 70 mərra. Namazı bitirəndən sonra 70 dəfə əstəğfirullah desə, nə olacaq? Deyir nədir? Fəma dama la yəqumu min məqamihi hətta yəğfirallahu və li əbəvəyh. O nə qədər, o öz yeri, belə deyək də, o namazı qılıb yerindən durana qədər Allah onun da, atasının da, anasının da günahlarını bağışlayır. Yəni həm özünə xeyr edir, həm də valideynlərinə xeyr edir. Və ba'athallahu mələikətən yəktubunə ləhu əl-həsənat ilə sənəl uxra. Bir sonra bundan da əlavə Allah mələklər göndərər. O mələklər bu gecədən, yəni bu Qədr gecəsindən, gələn Qədr gecəsinə qədər onun üçün savab yazarlar. Havay savab. Nə ilə əldə elədin onu? 5 dəqiqəlik 2 rükət namaz qılmaqla və 70 dəfə Əstəğfirullaha və ətubu ileyh deməklə. Sonra və bə'athallahu mələikətən iləl cinan. Bu qutardı yox. Deyir Allah sonra mələklər göndərər cənnətlərə. Yəğrusunə ləhul əşcar və yəbnunə ləhul qusur. Onun üçün ağaclar əkərlər onun cənnətdəki bağlarında və onun üçün qəsrlər tikərlər ki, bu insan gələcək. Nə ilə bunu əldə edir? 2 rükət namaz qılıb haman gecədə. Və yucrunə ləhul ənhar. Onun qəsrlərinin qarşısında nədir? Çaylar axıdarlar deyir. Çaylar əmələ gətirərlər ki, insan oturarlar nədir? Bizim müasir dillə villa tikərlər onun üçün orada. Çay, belə hər şey axır onun evinin qabağında. Və la yəxruc minəd-dünya hatta yara zalika kullah. Bu insana deyir, bu dünyadan köçməmişdən qabaq haman o məqamı görəcək. Necə görəcək? Allah ona ölüm zamanı göstərəcək, yuxuda göstərəcək, amma öz məqamını nə eləyəcək? Görəcək. Nəyə görə əldə eləyəcək bunu? Peyğəmbər deyir, bu 2 rükət namaza qarşı diqqətli olun. Ona görə əziz qardaşlar, məscidə gələ bilən, gələ bilməyən, o gecədə bu 2 rükət namaza diqqətsiz yanaşmasın. Görün, nə boyda savabı var. Və qılınması da çox rahatdır. Sübh namazı kimi sadəcə Qul huvallahı nə edirsən? 7 dəfə təkrar edirsən. Bu birinci namaz, ikinci namaz isə 100 rükət namazdır. Biraz çətin gəlir 100 rükət namaz. Lakin nədir? Bacardığın qədər qıla bilərsən. Və insan eləyə bilər bunu hamısını qılmaq. 100 rükət namaz, ümumiyyətlə müstəhəb namazlar 2 rükət qılınır. Elə bir dəfəyə 100 rükət namaz yoxdur. Sübh namazı kimi 2-2 qılırsan, qutarırsan, təzdən başlayırsan. 2 rükət ta 50 dənə nədir? Sübh namazı kimi. 50 ədəd sübh namazı kimi qılırsan. Yenə də niyyət nədir? Qədr gecəsinin namazını qılıram, qurbətən. 50 dənə belə namaz qılırsan haman gecədə. Rivayətlərdə var nədir? Kim Qədr gecələrində bu namazı qılsa, Allah onun ruzi problemini aradan qaldırar.
Müstəhəbdir. İndi 100-ü bacarmırsan 10 dənə qıl. 20 dənə qıl. Amma daha gözəli nədir? İndi haman gecələr gözəl gecələrdir. Dəyər insan özünü bir gecədə yorsun. Və elə bilirəm ki, indi burada onu yoxlayanlar var, qılıblar və heç də çox da vaxt götürmür. 1-2 saata insan onu nə deyə bilir? Heç mən çox deyirəm ona, tamamlamaq olur. Allaha and verirəm izzət və cəlalına, böyüklüyünə. Allah bu gecələrin feyz və bərəkətindən bizləri binəsib eləməsin inşallah. Bu gecələrin əməllərini icra edib özümüzü Allaha bağışladanlardan qərar versin inşallah. Allah subhanahu və teala xəstələrimizi unutmayaq, onlara şifa inayət eləsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. İnşallah bu gecələrdə ən gözəl dua budur ki, ancaq özün üçün istəməyəsən. Xanım Zəhranın bizə qoyduğu yola əməl eləyək. İmam Həsən nə dedi? Oyandım, gördüm, anam dua eləyirdi. Hamısı üçün dua elədi. Nədir? Sonda yavaş-yavaş gəldi, dedi ki, bəs hamısı üçün dua elədin, özün üçün dua eləmədin. Dedi, oğlum, əvvəl qonşu, sonra biz, sonra ev. Ona görə dua eləyəndə ürəkli dua elə. Başqalarını, ehtiyac sahiblərini duava daxil elə ki, Allah səndə ürəyi görsün, sənin duavı da nədir? Qəbul eləsin. İnşallah bu gecələrdə bir-birimizi unutmayaq, dua eləyək, ibadət eləyək. Məni də öz dualarınızda yaddan çıxarmıyorsunuz inşallah. Allah hamıza can sağlığı versin. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim, Vəl-asri innəl insana ləfi xusr, illellezine amanu və amilus salihati və təvasav bil-haqqi və təvasav bis-sabr. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmi'an və rahmetullahi və barakatuhu.